Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve ma allemnahu şi'r ve ma yenbaghi leh in huve illa zikrun ve Kur'anun mubin. Sadakallahu aleyhi azim. Allah mübarek eylesin. Seyyidin ad günü evvela özü için, ailesi için, sonra amin ictimai birliği için, Bədərdə Şərqül Kər Məclisi için ve sair harda iştirak edir bütün məclislərdə, olduğu yerlərdə və xüsusən Bakı Dövlət Universitetində və ümumən Azərbaycan xalqı üçün inşallah Seyyidin ad günü mübarək olsun. Allah'ın Azərbaycan xalqına xidmətdə müvəffəq eylesin. Dediyim kimi və məlləmnahu şeirə Allah Teala Seyyid cənablarına gözəl şeir istedadı əta edib. Çox nadir istedadlı təhqiqatçın, tədqiqatçın. Hərçəndi yazmağa vaxtını çox alıram, yazmağa vaxtı qalmır. Başqa işlərə çox başına qatıram. İnşallah ümid edirəm ki, mən də insafa gələrəm, az incilərəm onun vaxtı. Çox almaram. Bundan bir yana şeir yazmağa vaxt qoyaraq gələcəkdə uğurlar, inşallah yeni kitablar, yeni əsərlər, yeni tədqiqatlar, təhqiqatlar gözləyirik Seyyiddən. Amin cəmiyyətinin inkişafını gözləyirik və öz şəxsi həyatında da xeyir xəbərlərini Allah'ın köməkliyi ilə. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. O iz məzarım ol başmaq, məzardaşım ola. Həyat əhli verər can, məzardaşım ola. Yolunda can baş ilən hazirəm misal fəda. Bu canım ol izə, ol başmala, bu başım ola. Bugün bu misraların müəllifi, dostum, qardaşım Zeyd Əsrinin doğum günüdür. O, gənc olmasına baxmayaraq dövrümüzün ustad şairidir, həmçinin Azərbaycan Milli İnkişafı naminə İctimai Birliyinin sədridir. Uğurlar arzulayıram ona həyatında, yaradıcılığında, işlərində və xüsusən də xalqımızın milli inkişafı uğrunda göstərdiyi xidmətlərdə. Könlümdə açdığın yaranı dağlamazmısan? Öz xanənin məgər qapısın bağlamazmısan? Sən ağladıqda mən ölərəm, görsəm ey gözüm. Mən öldüyümdə sən görəsən, ağlamazmısan? Bugün bu beytlərin müəllifi olan ustadım Seyyid Əsrinin mövlududur. Bu münasibətlə ustadımı təbrik edirəm. Ona çıxdığı yolda müvəffəqiyyət arzu edirəm. Allah ömrünə, elminə bərəkət versin, kölgəsin üstümüzdə daim qərar versin. Ümid bəxş et ilahi, visal üçün bu səhər. Fəraqə son səhər olsun, məlal üçün bu səhər. Özün tikanə vurar duysa binəva bülbül. Həzin nəvamı gülən gül camal üçün bu səhər. Bugün yaradıcılığı ilə daim bizə ilham mənbəyi olan dəyərli ustadımız Seyyid Əsrinin doğum günüdür. Əziz ustadımız, bu münasibətlə sizi ürəkdən təbrik edir. Allah'tan sizə uzun ömür, can sağlığı, fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayır. Bugün mübarək Ramazan ayında ustadımız Azərbaycan Milli İnkişafı naminə İctimai Birliyinin sədri Seyyid Əsrinin mübarək mövlud günüdür. Bu münasibətlə ona uzun ömür, can sağlığı arzu edirik. Allah onun kölgəsini üstümüzə ənsik eləməsin. Daim ona, Azərbaycan xalqına, inkişafına, mədəniyyətinə xidmət göstərməyi nəsib eləsin. Təbriklərimi ustadım Seyyid Əsrinin öz beyti ilə tamamlamaq istəyirəm. Yalan əşarının ki batinindən həq zühur eylər. Səni ey əsri şair, həzrəti sahib zaman istər. Andın üzünü, kipriyini, zülfünü könlüm. Oldun yenə pəşmürdə, pərakəndə pərişan. Gül misli açırsan üzünü, pərdələnib gəl. Qoyma, ola bu əsr işiləndə pərişan. Bugün Amin İctimai Birliyinin sədri, ustadım, böyük qardaşım Seyyid Əsrinin doğum günüdür. Onu istər səmimi arzularla təbrik edir. Ona ən xoş şeylər diləyirəm. Allah ustadımıza uzun ömür, can sağlığı versin.
Uymusan qal əhlinə, ey can, özündən hali ol. Özgələr həmhali olma, özgədir halın sənin. Küllən ol kül mən tək, ey pərvanə, pərvaz eyləmə. Şəm odun söndürməsin, badi pərü, balın sənin. Bugün əziz ustadımız Seyyid Əsrinin doğum günüdür və bu münasibətlə onu səmimi qəlbdən təbrik eləyirik. Allah elminə və ömrünə olan bərəkətini daha da artırsın. Cahan bağında bir incə fidandı sevdiciyim. Nə gül ki başdan ayaq gülsitandı sevdiciyim. Bu ay ki ilk görüşün bir yaşı tamam oldu. Səlamı nəsriyə xoş ərmağandı sevdiciyim. Bugün dostumuz tədqiqatçı şair, mütərcim Məcid Əsrinin doğum günüdür. Bu münasibətlə onu təbrik edirəm. Uzun ömür, can sağlığı arzulayıram, yeni yaradıcılıq uğurları və bərəkətli karyera arzu edirəm. Çox rəncilər bəxasına bir gənci ey könül, qoynunda saxladın deyə viranələşmisən. Ey çərx, yaxşı bax mənə, son dönməz aşiqəm. Ahim çırağı dövrünə pərvanələşmisən. Əziz ustadım Seyid Əsrini doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir. Uca Allahdan ona uzun ömür, can sağlığı, fəaliyyətlərində bol müvəffəqiyyət arzu edirəm. Varlığınız ərmağandır, lütfdür, fəxirdir ustad. Necə ki, mərhum ustad Hacı Mail buyurub, eşidə naləmizi Davud əgər fəxr eylər. Eşidə naləmizi Davud əgər fəxr eylər. Əhsənullah deyər o bizim ustadımıza. Yıxma can Kəbəsinə eyğəm qoşunun fiili dürür. Gözdə qan yağışı məbabili də siccili dürür. Göndəribdir məni eşq ümmətinə peyğəmbər. İtigi vəhyi gögərçiyini də Cibrili dürür. Bu günləri Ustad Seyid Əsrinin doğum günüdür. Ustadımızı ürəkdən təbrik edirəm. Allah Teala ona uzun ömür, can sağlığı versin inşallah. Allah Teala onun elminə, ömrünə bərəkət versin. Allah Teala onu Azərbaycanın milli inkişafı naminə gördüyü işlərdə uğurlarını daim bol eləsin. Seyid həm mənim ustadım olmaqla bərabər, həm də yaxşı qardaş, yaxşı sirdaşdır. Nə yaxşı belə bir insanı Allah Teala bizim Azərbaycanımıza bəxş edib. Allah Teala onu bizə çox görməsin inşallah. Xalid, əski dərdim həp unutturmaqda yengi dərd. Nə bu qayğı, mənim ki bir əlacə ehtiyacım yox. Bu beytin müəllifi və bizim ustadımız Seyid Əsrinin doğum günüdür. Onu təbrik edir və həyatında və yaradıcılığında uğurlar arzu edirəm. Saqit çevirdi dürdülü camı qübar elə. Qum saati tək, ömrü xumarım axar könül. Peykanlı mürşidi toxunan tək açıb gözün. Əsri cəhanə əhli nəzər tək baxar könül. Bugün əziz ustadımız və sədrimiz Seyid Əsrinin mövlud günüdür. Onu təbrik eləyirəm. Allah onun ömrünə bərəkət, canına sağlıq əta eləsin. Kölgəsi üstümüzdən əksik olmasın inşallah.